İES-lər. Deməli, elektrik enerjisi istehsalının çox hissəsi İES-in payına düşür, hardasa 63%. İES-in yanacaq mənbəyi təbii qaz, mazot, kömür, qismən də torfdan yanmış hisslərdən ibarətdir. İES sahəsində əsasən ABŞ, Çin, Almaniya, Rusiya, Böyük Britaniya irəlidədir, bir də Yaponiya irəlidədir. Dünyanın əksər ölkələri var ki, yəni Polşa, Car, Çin, Meksika, Rumıniya kimi ölkələrdə ümumi elektrik enerjisi istehsalının 80%-dən artığı İES-in payına düşür. Azərbaycanda vəziyyət necədir? İES İES mi çoxdur, ses mi? ses çoxdur. Əksinə, İES 90% İES ses var, 7% ses var, 7% bizim o Mingəçevrimiz filan bizə 7% enerji verir. 3% isə alternativ enerjidir. Sadəcə 3% alternativ enerjidir. Yaxşı. İndi əgər sən mənə de, İES-in mənfi cəhəti nədir, müsbət cəhəti nədir? İES-in mənfi cəhəti, müsbət cəhəti. Müsbət cəhəti nə oldu dedin? İkincisi tez başa gəlir. Amma mənfi cəhəti odur ki, İES nədir? Yandırılan zaman, yəni oradakı sənin dediyin yanar faydalı qazıntılar ətraf mühitə çoxlu miqdarda karbon qazı, yəni ətraf mühiti çirkləndirir. Bax, bu mənfi cəhətidir, bunu yadında saxlayarsan. Yaxşı. Fəqan, bizə danış AES-lərdən. Ay Allah, boğazım. AES-lərdən. Yaxşı. Mən deməli, yanacaq olmadığı ölkələrdə AES-lərə üstünlük verilir. AES-lər yüksək texnologiyalara malikdir və bu iqtisadi cəhətdən başa gəlir. Deməli, enerjinin qalan hissəsi tükənməyən ənənəvi mənbələrdən alınır. Deməli, bunlara da külək, necə deyim, qabarma, günəş, okean enerjisi aiddir və onların istifadəsi getdikcə çoxalır. Deməli, yer səthində günəş radiasiyasının deməli bir çox hissəsində, yəni Şimali Amerikanın cənubunda, sonra Afrikanın mərkəzi istifa olmağı bütün ərazilərdə deməli ora deməli Müəllimə, bax, hal-hazırda elə bil ki, AES olan ölkələr radioaktiv maddələr, radioaktiv elementlər olan ölkələrdir. Və bu ölkələrdə yəni son qərara görə belə deyək də, hissəli şəkildə AES-ləri bağlama qərarı alıblar ki, ətraf mühiti hədsiz dərəcədə radioaktiv maddələrlə çirkləndirir. Əlavə olaraq da gənclər, AES-in belə bir mənfi cəhəti var ki, AES də müəyyən bir xırda bir sızıntı olsa, tamamilə ətraf mühit məhv olar da. Bunu Çernobil örnəyində görürük. Bir də ki, Fukushima, Yaponiyada Fukushima AES-ində baş verən hadisədən sonra bunu daha yaxşı görmək olur. Çox təşəkkür edirəm Fəqan. Elşən, dərsi oxuya bildin? Bəli, müəllimə, oxumuşam, amma ki, siz dedikləriniz bu kitabda məndə yazılmayıb, bax, çoxdur. Mən sən atmışam axı şeydən, atmışdım. Mənim siz atdığınız səhifənin kitabı məndə var, o kitab. Aha. Burada baxıram, o AES, İES yazılıb, amma ki, tam yazılmayıb da. Hə, onu mən əlavə edirəm. Onu mən əlavə edirəm. Yəni o kitabdakı qədər bilsəz kifayətdir. Fəqan da Nigar da elə oxuyub, əlavə deyirəm ki, bəzən testlərdə düşür, yəni o yoxdur, düz deyirsən. Yaxşı. Sən Elşən müəlliməyə danış. Günəş elektrik stansiyalarından, yəni heliosislərdən. Günəş elektrik stansiyası. Günəşlə işləyən elektrik stansiyalarından. Vallahi bu kitabda məndə biraz köhnə ola bilər, amma maşallah. Yaxşı, onda növbəti sual verəcəm sənə. Firuzə,
Sən danış günəşdən. Deməli dedik ki, Günəş yəni stansiyası olaraq Helios misal göstərə bilərik. Bu daha çox elə Günəş yəni elektrik stansiyasıdır və daha çox belə günəşli yəni necə deyim, ərazilərdə daha çox yəni tikilir. Daha sonra buna İslandiya'nı misal göstərə bilərikmi? Yox, o geotermaldır. Günəş daha çox günəşli günlərin sayı çox olan ərazilərdədir. İndi müəllimə məsələn deyəcəm. Məsəl üçün ABŞ-da var idi. Star idi, Topaz idi, Sunlight Farm idi, bir də ki Ivanpa Solar idi. Yəni hardakı günəşli günlərin sayı çoxdur, orada günəş elektrik stansiyalarından istifadə olunur. Hidrostat nədir? Necə? Heliostat, hidrostat nədir? Heliostat. Günəş enerjisi anlayırız. 2 nəli? Güzgülü modul paneldir. Hidrostatdan, daha doğrusu heliostatdan elə bil ki, belə deyək də, Ivanpa stansiyasında istifadə olunurdu. Yaxşı. Fatimə, sən bizə danış. Qabarma, bir də ki küləkdən. Külək elektrik stansiyası, qabarma bir də. Deməli, qabarma elektrik stansiyası əsasən təbii ki, dəniz və okeanların sahillərində yerləşəcək bu stansiyalar. Bu stansiyalardan enerji almaq üçün körfəzin və ya çayın mənsəbində xüsusi bəndlər quraşdırılır. Sonra qabarma çəkilmə zamanı su sahilə doğru iləri-geri hərəkət edir və buradakı o qurğular, turbinlər işə düşür və yaranan enerji xüsusi qurğular vasitəsilə elektrik enerjisinə çevrilir. Belə stansiyalar əsasən biz Böyük Britaniyada, Kanadada, Çində, Rusiyada və sair geniş yayılmış deyə bilərik. Sonra külək elektrik stansiyaları enerjiyi hava axınlarından alır təbii ki. Bu stansiyaların normal fəaliyyət göstərməsi üçün küləyin sürətinin 4,5 Bəli, metr bölünsün saniyədən çox olmalıdır. Çox olmalıdır. Yaxşı. Sutka ərzində neçə qabarma, neçə çəkilmə olur və qabarma çəkilmə nəyin təsirindən yaranır? 2 qabarma və 2 çəkilmə hadisəsi olur. Ay, sağ ol. Toplam 4 dənə. Qabarma çəkilmə nəyin deyəndə? Dəniz, küləyin də olar hər halda. Yox, ay və daha doğrusu günəş və ay və günəşin. Ay və günəşin təsirindən. Küləkdən yaranan sadəcə dalğalanmadır. Bax, küləkdən dalğalanma yaranır. Tsunami yerin altında baş verən zəlzələdən filan yaranır. Zəlzələ, vulkan püskürməsindən yaranır. Amma bu qabarma çəkilmə isə ay və günəşin təsirindən yaranır. Çox təşəkkür edirəm Fatimə. Nigar, keçdik sənə. Müəlliməyə qara metallurgiyadan danış. Qara metallurgiya. Deməli, qara metallurgiya deyəndə onlara əsasən alüminium aiddir. Qara. Qara metallurgiya. Elə bir 3 dənə, 4 dənə belə deyək xammalı var. Dəmir, manqan, bir də xromit. Xromit. Ay məməzim, misdir, sənin dediyin sinkdir. Bunlar əlvandır. Qaraya sadəcə dəmir, manqan, xrom. Bu 3 dənə. Bitdi. Bir də ki, dedik daş kömür aid idi. Ümumi qara metallurgiya sahəsinə. Aydın oldu mu? Bəli. Buyur. Ay, nə oldu? Qara metallurgiyada dəmir, manqan, xromit nə edilir? Saflaşdırılır. Saflaşdırılandan sonra metal əridilir. Daha sonra isə prokata çevrilir. Ekoloji təcavüz siyasəti nədir?
Şeydir, ətraf mühitin çirklənməsi. Güclü ölkələr öz ölkəsi çirklənməsin deyə bu qara metallurgiya sənayesi zavodunu yerləşdirir inkişaf etməkdə olan ölkənin ərazisində. Nəticədə o məhsul alınandan sonra gedir, onu oradan götürür, belə deyək də bir növ. Yəni ekoloji təcavüz siyasəti budur. Öz ölkəsi çirklənməsin deyə müəssisəni başqa bir yerdə yerləşdirir. Hı. Yaxşı. Qara metallurgiyanın mərkəzlərini deməliyəm. Qara metallurgiyanın mərkəzləri məsələn Qərbi Avropa ölkələridir. Sonra məsələn Rusiya, bura olar, Braziliya, Hindistan. Hindistan yox, Rusiya, Braziliya, sonra Yaponiyanı deyə Çin, bilərik. Şimali Amerika ölkələrindən Kanada ilə ABŞ. Bəli, bəli. Bəs xammal satan ölkələr? Xammal satan ölkələr hansıdır? Onlar Kanada olar. Onlar Braziliya, Kongo, Surinam, Gayana kimi ölkələr daha çox xammal satan ölkələrdir. Bunlar düşür. Aha. Keçək Fəqana. Fəqan, müəlliməyə danış əlvan metallurgiyadan. Sadəcə əlvandan danış. Mən əlvan metallar deməli onun filzlərin hasatında, saflaşdırılmasında istifadə edilir. Və əlvan metallar iki yerdə istifadə edilir. Xammal mənbələrində, bir də enerji mənbələrində. Sağ ol səni. Xammal mənbələrində qalay, mis, sink, bir də qruxşundan istifadə olunurdu. Enerji mənbələrində isə sadəcə alüminium, maqnezium da titan idi. Sağ ol səni. Deməli bu deməli əlvan metal əldə etmək üçün ağır metal var idi, bir də yüngül metal var idi. Yenə də deməli ağır metallara yenə qruxşun, sink, mis, qalay aiddir. Yüngül metallara isə alüminium, maqnezium, titan aiddir. Sağ ol səni. Yaxşı. Bu yəni qara metallurgiyadan demək olar ki, nələri eynidir? Alüminiumun xammalı nədir Fəqan? Mən boksit. Alinit, bir də ki nefelindir. Elə bil ki, bu nələri də daha çox hara yaxın yerləşdirirlər? Su və enerji mənbələrinə yaxın, ya da ki ikisinin arasında yerləşdirirlər. Ya suya, ya enerjiyə yaxın, ya da ki ikisinin arasında yerləşdirirlər. Yaxşı Fəqan, bir dənə də sual verin müəllimə. Bəs hardan nə çıxarılır? Yəni bu istehsalına görə fərqlənən ölkələr hansılardır? Məsələn, boksit falanlardan çıxır deyə demişdik. Yamaikadır, Mən məsəl üçün Surinamdır, Qvineydir, Yamaikadır, bir də Avstraliya deyəsən. Çox gözəl. Alüminium. Son olaraq Aysel elə onu soruşacaqdım. Buyur. Bir də alüminiumda da Norveç idi, Kanada idi, bir də Yaponiya idi. Əlasan. Çox təşəkkür edirəm Fəqan. Fəqandan sonra keçirəm Firuzəyə. Firuzə, bizə maşın qayırma sənayesindən danış. Deməli, bu sahəyə daha çox maşın, cihaz və digər mexaniki olan istifadə üçün mexanik olan avadanlıqlar hazırlanır. Burada bir neçə mərhələyə ayrılır. Deməli, presləşmə idi, mexaniki emal. Birinci tökmə. Presləmə, sonra mexaniki emal, bir də ki yığma idi. Daha sonra deməli, yəni buradakı olan məhsulları hazırlamaq üçün daha çox ixtisaslaşma və korrupsiya, yəni üstünlük verilir. Kooperasiya. Korrupsiya yox, kooperasiya. O kooperasiya var idi. İstehsalı elə bil ki, eyni növ məhsulu istehsal edən müxtəlif müəssisələr arasında əlaqə, kooperasiyanın tərifi. Eyni növ hamısı maşın istehsal eləyir. Amma
Məsəl üçün Azərbaycanda kooperativləşmə var idi harda? Naxçıvanda. Demişdik ki, o Naxçıvanda belə deyək də, istehsal olunan Nazlifan avtomobilləri var. Onun hissələri Belarusdan gəlir, son məhsul isə Naxçıvanda yığılır. Aha. Buyur Daha Əsir. sonra sadəcə maşın qarma 3 yerə ayrılır. O ümumi dəqiq, ağır olanlar. Onları danışım. Əlbəttə. Bütün sənayeyə sən danışsan. Deməli, birinci ümumidən başlayım onda. Bura daha çox nəqliyyat üçün istifadəyə verilənlərə aiddir. Buna misal olaraq avtomobil, qatar, təyyarə və s. misal göstərə bilərik. Daha sonra dəqiq, bura robot qayırma, ondan sonra cihaz qayırma, yəni elektron hesablayıcı, ondan sonra elektrotexnika və s. misal göstərə bilərik. Sonra ağır var burada, ağır demədim. Burada daha çox energetik maşınların, yəni hazırlanması, ondan sonra yol tikinti üçün avadanlıqlar, sənaye avadanlıqları daha çox, yəni bunlar istehsal olunur. Daha sonra elə bu sahələri danışdım. Başqa orada məsəl üçün müəyyən markalar falan verilib. Onu sadəcə məlumat üçün öyrənə bilərsən ki, məsəl üçün hansı marka harda istehsal olunur. Sadəcə bizə nə lazımdır? Maşın qayırma sahəsinə görə fərqlənən ölkələr. Fərqlənən ölkələr var ki, buna misal olaraq Almaniya, ABŞ, Fransa, Rusiya, Finlandiya, ondan sonra Koreya var idi. Yaponiya, yəni İsveç, Çin, Meksika, bunlar. Argentinanın göstərilir. Sağ ol. Tamamilə doğru. Çox təşəkkür edirəm Firuzə. Sən kimya sahəsini danışa bilərsən? Kimya. Bəli. Buyur. Kimya sənayesi müəllim süni materialların istehsalını əhatə edir. Kimya sənayesinin başqa bəzi sahələrdən fərqləndirən xüsusiyyətləri var. Onlar əsasən 3 qrupa bölünür. Biri təbii məhsulların nisbətən ucuz başa gəlməsində olan məhsullar. Bunlara əsasən belə deyək, kimyanın əsas məqsədi odur ki, yəni təbii olan bir məhsulu sintetik, süni məhsulla əvəz etmək. Bax, bu dediyin rezin odur. Təbii məhsul süni məhsulla əvəz olunur. Sonra müəllim geniş və tükənməyən xammalın malik olmasıdır. Bunlar əsasən kimya sənayesində bu xammallara neft qaz ehtiyatı, bromlu sular, bu meşə sənayesi tullantılarına aiddir. Sağ ol sənə. Bir də ki müəllim müxtəlif sahələrdə necə deyim, kombinləşib olan sahələr. Bunlara əsasən şist kimya, meşə kimya və s. bunlara göstərmək. Koks, şist yox, koks kimya. Demək, bu kimya digər sahələrlə əlaqəli inkişaf edir. Meşə sahəsi ilə, nə bilim, neft sahəsi ilə, yəni bunlardan xam mal alır da, belə deyək. Sonra Müəllim, kimya sənayesi o cədvəldə oxumuşdum, vermişdi. o əzbər bilinməlidir. Əsas kimya idi, üzvü sintez kimyası idi, polimer kimya, bir də məişət kimyası. Əlasan. Əsas kimya əsasən mineral gübrələr, turşunu göstərmək olar. Turşu, mineral gübrə. Üzvü sintez kimyası plastik kütlə, spirt, polimer kimyaya sintetik materiallar, sonra nə idi? Kimyəvi lif, məişət kimyasına isə məişət kimyası, ətriyyat kimyası və s. Sağ ol səni. Bu belə. İndi kimya sahəsinə görə fərqlənən əraziləridir son olaraq. Şimali Afrika, Meksika, onlar deyirsiniz mən yoxsa?
Ay sağ ol. Burada daha İran çox neft körfəzi. kimya var. Aha, burada neft kimyadır. Çünki neft çıxarırlar. Avtomatik olaraq burada neft kimya sahəsi inkişaf edir. Bu. Anladım. Sonra Sonra müəllim, Çin və Hindistanı demək olar da. bəli, Çin, Hindistan da demək olar. Bəs elm tutumluda daha çox inkişaf etmiş ölkələr olacaq. Hansı ölkələr olacaq elm tutumlu kimyada? Kimyanın elm tutumlusu. Yaponiya, Əla, Qərb Avropa. tamamilə doğru, tamamilə doğru. Kimyada da ekoloji təcavüz siyasəti var ki, elə bil ki, daha çox ətraf mühiti çirklənən sahələri yerləşdirirlər inkişaf etməkdə olan ölkələrdə. Daha sonra isə onu həmin nələrdən, məhsullardan istifadə edirlər. Çox təşəkkür edirəm Eşəm. Sonra keçək burdan Fatimə. Bizə qəşəng danış mişə sahəsini. Aha, danışım. Deməli, sənayenin ən qədim sahələrindən biridir meşə sahəsi və o şimal və cənub meşə qurşaqları olmaqla demişdik ki, biz iki yerə bölünür. Şimalda iynə yarpaqlıydı, enli yarpaqlıydı, hə? Bir də cənubda da ekvatorial idi. Meşə sahələri geniş yayılmışdı. Şimal meşə qurşağı gec bərpa olunan və əsasən dediyim kimi iynə yarpaqlı yayılıbdı. Ancaq cənub meşə qurşağında bura biz Amazon hövzəsini deyəcəyik. Yəni bura Qayana, Surinam, Braziliya, Ekvador daxildir. Sonra cənuba tropik Afrika var idi. Mozambik, Gabon, Nigeriya daxildir bura. Sonra bir də cənub-şərqi Asiya idi. Orada Bəli, Malayziya, bəli. İndoneziya İndonesiya, daxildir. Malaysiya. Tamamilə doğru. Yaxşı. İndi də meşə sənayesinin bir kimyəvi emal var, bir də mexaniki emal var. Bunları izah elə. Bu nədir? Kimyəvi emal dedikdə daha çox belə daha çox o mürəkkəb olur da orada. Daha çox emala cəlb olunur. Buna nələr daxildir? Bu qəbul sualıdır. Bax bu. Spit, karton, sunifil demişdiniz deyəsən. Lif. Nif? Aha, süni Aha. lif. Süni lif. Bəli. Mexaniki emalar qapıdır, pəncərədir, şpaneldir. Bunlar aid, sadə şeylər aiddir. sadə bir şeylər aiddir. Yaxşı. İndi müəlliməyə son olaraq da meşələrin funksiyasını. Meşələrin funksiyası. Birini deyim, torpaq qoruyucu. Yol Bir də qoruyucu. turizm var demişdiniz. Turizm üçün Rahat. Bəli, yaxşıdır. rahat. Yəni deyir ki, bu yaşıllıq bizə nəyə lazımdır? Bax, meşənin funksiyası budur. 11-ci sinif dərsliyində verilib. Bir lazımdır, məsəl üçün torpaq qoruyucu nə deməkdir? Tutalım bir yerdə sürüşmə hadisəsi var. Sürüşmə hadisəsinin qarşısını almaq üçün həmin yerdə meşə salırlar. Nəticədə həmin süxuru bərkidir və bu da adlanır torpaq qoruyucu. Sonra şəhərlərdə neynirlər? Park salırlar. Bu da yaşıllığı elə bil ki, yol kənarında yaşıllıq olur. Sonra başqa nədir? Çay kənarında dedik, çay kənarında da sahil bərkidiciliyi var. Əlavə olaraq da yol kənarında da, yəni adətən ağac əkirlər, meşə salırlar. Niyə? Burada elə bil ki, orada müəyyən qədər havanın hədsiz çirklənməsinin də qarşısını alırlar bu vəsilə ilə. Təşəkkür edirəm Fatimə. Davam edək Nigardan. Nigar, bizə danış yüngül sənayedən. Yüngül sənaye deyəndə bura əsasən məsələn ayaqqabı, parça, çanta və yaxud da ev əşyaları məhsullarının bura misal göstərmək olar. Yüngül sənaye elə bil ki, xalq istehlakı deməli mallar istehsal edən qədim sahəyə deyilir. Sonra bunlar əsasən yüngül sənaye müəssisələrində istehlak olunur. Yüngül sənaye toxuculuq, tikiş, sonra yuyucu, əyrici, bir də
boyacı kimi sahələrə bölünür. Sonra ayaqqabı istehsalı var ki, bu kimi sahələrdən də ibarət ola bilər. Yüngül sənaye kimya sənayesindən xammal, bir də ki, kənd təsərrüfatına aiddir. Müxtəlif boyalar, maşın qarma, müxtəlif dəzgah və yaxud da avadanlıqlar alır. Yüngül sənaye 3 yerə bölünür. Toxuculuq, dərzi, bir də bəli, bir də tikiş sənayesinə bölünür. Toxuculuğa məsələn yun parça, pambıq parça, xalçaçılıq, kətan parça və sairə aiddir. Tikişə tikiş məmulatlarının təmiri, tikiş məmulatlarının istehsalı aiddir. Xəzəriyyədəki deməli xəz və dəri məhsulları aiddir. Dəri xırdavat sənayesi aiddir və sairə. Bəli, tamamilə doğru. Son olaraq Firuzə, qidadan danışaq. Qida sənayesi. Burdasan Firuzə? Bəli, benim səs açmışam. Aha. Buyur. Deməli, Qida. qida sənayesinə. Qida sənayesinə daha çox bura yəni aqrar sənayedə yəni aqrar sənaye kimi də baxa bilərik. Deməli, burada bir neçə hissələrə ayrılır, yəni daxil olaraq. Buna misal göstərə bilərik. Çörək bişirmə, şirniyyat, ondan sonra şərabçılıq, daha sonra var idi süd məhsulları, ət məhsulları, Bütün məmulatları və s. Bunlar hamısı hətta içkiləri də bura daxil edə bilərik. Digərlərindən fərqli olaraq, yəni digər sahələrdən daha doğrusu fərqli olaraq, həm inkişaf etmiş, həm də inkişaf etməmiş ölkələrdə yəni ki, aparıla bilən bir sənaye sistemidir. tamamilə doğru. Yəni ölkənin iqtisadi inkişafından asılı olaraq həm inkişaf etmiş ölkələrdə, həm də ki, inkişaf etməkdə olan ölkələrdə həmin sahəni inkişaf etdirmək olar. Məsəl üçün o qidada da mən sizə belə bir şey deyəcəm gənclər. Qidada belədir ki, məsəl üçün əgər tutalım bir ərazi tamamən faydalı qazıntısı, faydalı resursu yoxdur da. Əgər o resurs yoxdursa, burada daha çox, məsəl üçün deyirəm sizə, meyvə-tərəvəz ilə bağlı bir sahələr yox, daha çox qənnadı, yeyinti məmulatları, necə deyərlər, sahəsi inkişaf etdirilir. Yox, əgər burada müəyyən qədər resurs varsa, artıq orada meyvə-tərəvəz konservləri sənayesi inkişaf etdirilir və meyvə-tərəvəz konserv nələri də hara yaxın yerləşdirilir səncə? Xammala yoxsa istehlakçıya? Meyvə-tərəvəz konserv. İstehlakçıya. Xammala. Çünki meyvə-tərəvəz elə bir şeydir ki, tez xarab olur da. Ona görə daha çox istehlakçıya yaxın yerləşdirilir. İndi gənclər, müəllimə sizə bugün sadəcə heyvandarlıqdan danışacağam. Heyvandarlıq nədir? Daha doğrusu bitkiçilik, bir də ki, heyvandarlıq olmaqla iki nədən danışacağam. İndi gəlin bizim bu xəritələrimizdən istifadə edək. Qrupa da atıram ki, siz oxuyarkən həm buradan, həm oradan baxın. Gəlin başlayaq, diqqətlə qulaq asaq. Əkinçilik, bir də ki, heyvandarlıqdan. Ümumiyyətlə, əkinçiliyin və heyvandarlığın inkişaf etdirilməsi üçün yəni, tamamən iqlimdən asılıdır və ərazinin təbii şəraitindən asılıdır. Demək, əkinçilik, heyvandarlıq iqlimdən və ərazinin təbii şəraitindən asılıdır. Dünyada daha çox əkinçilik inkişaf etdirilib, heyvandarlıq isə nisbətən əkinçilikdən daha az inkişaf etdirilib. Çünki insanların qidasının əsasını daha çox bitkilər, belə deyək, təşkil edir və bu sahələri inkişaf etdirmək üçün ilk növbədə bizə nə lazımdır? Əlbəttə ki, ərazinin aqroiqlim ehtiyacları.
Demək, nə lazım oldu? Ərazinin aqroiqlim ehtiyatları lazım oldu və aqroiqlim ehtiyatları da ilk növbədə demək, aqroiqlim ehtiyatlarına elə bil ki, fəal temperaturların, fəal orta sutkalıq temperaturların cəmi 10 dərəcədən çox olmalıdır. Qarın yerdə qalma müddəti, qar örtüyünün qalınlığı, şaxtalı günlərin sayı və s. kimi amillər daxildir. Bax, bu qəbula düşən sualdır. İndi gəlin baxaq, fikir verin. Burada müxtəlif rənglər verilib. Məsəl üçün, baxaq 400, bu bənövşəyi rəng, fikir verin, 400-dən azdır temperaturların cəmi. Görürsüz, Qrenlandiyadır, Şimal Buzlu Okean sahilindəki adalarda burada demək olar ki, heç bir sahəni inkişaf etdirmək mümkün deyil. Heç bir sahəni inkişaf etdirmək mümkün deyil. Çünki nədir? Torpaq resursu yoxdur, daimi donuşluq sahəsidir və s. İndi gəlin, gedək növbətiyə. 400 min aralığı. 400 min aralığı görürsüz, baxın, bu hissəni əhatə edir, 400 min aralığı və burada hardasa 1200-ə qədər olan hissədə də əkinçiliyi inkişaf etdirmək mümkün deyil. Artıq 1000-1200, daha doğrusu 1000-2000 arasında fikir verin, nisbətən tünd yaşıl hissədə daha çox mülayim qurşaqdakı belə deyək də, bitkilər. Məsələn, çuğundurdur, taxıldır, kartofdur, bunlar yetişdirilir. Həmçinin də kətan. Demək, burdan, yəni sizə desək ki, məsəl üçün kətan harda bitir? Daha çox seçəcəksiniz mülayim enlikdə yerləşən ölkələri, daha çox Avropa ölkələrini, Polşadır, Rusiyadır, Ukraynadır. Bax, baxın, bu hissəyə diqqətlə baxın. Burada məsəl üçün Yaponiya da bura düşür, ABŞ, Kanada əraziləri bura düşür. Bundan sonra 1000-2000-dən sonra bax bu nisbətən açıq yaşıl hissəyə gedirik. Burada isə olur temperatur 2000-4000 arası. Demək, gənclər, diqqətlə baxın, bura haradır? Subtropikin həm Aralıq dəniz, daha çox Aralıq dənizi olan hissəsi. Burada da elə bil ki, daha çox 4000-ə qədər olan hissələrdə, 4000-dən çox olan hissələrdə daha çox belə deyək də subtropik sitrus bitkiləri, zeytundur, üzümdür, tərəvəzdir, bunlar yetişdirilir. Bundan sonra müəllimə gəlirəm 4000-8000-də də eyni şəkildədir. Daha sonra gəlirəm 8000-dən yüksək. Fikir verin, 8000-dən yüksək ərazilər hansı ərazilərdə yayılıb? Diqqətlə baxın. Bu ərazidə elə bil ki, Braziliya, Amazon yaylası, Afrikanın böyük bir hissəsi, Ərəbistan, Hindistan, Hind, Çin, Cənub-Şərqi Asiya, Avstraliyanın şimalı. Görürsüz nə qədər yerdə yayılıb. Burada nə yetişdirilir? Əlbəttə ki, ilk növbədə deyim çəltik. Çünki özünüz bilirsiniz ki, bu yerdəki əhalinin əsas məşğuliyyəti çəltikçilikdir. Yəni qida rasionunda düyünün yeri bu ölkələrdə daha böyük yer tutur. Çünki düyü bir karbonhidratdır və karbonhidrat da insanı uzun müddət tox saxlayır. Burada əhali çox olduğu üçün qida rasionunun əsasını düyü təşkil edir. Çəltiyi dedim, çaydır, kakaodur, qəhvədir, bu kimi bitkilər burada becərilir. Və gənclər, əkinçiliyi iki cür inkişaf etdiririk. Bir suvarma əkinçiliyi, bir də ki dəmyə əkinçiliyi. Bax, yadımızda saxlayaq. Bir suvarma əkinçiliyi var, bir də dəmyə əkinçiliyi var. Suvarma, bir də ki dəmyə. Gəlin baxaq, bu nədir? Suvarma, fikir verin, adından da göründüyü kimi haçansa həmin yer suvarılır. Yəni suvarmadan həmin yerdə suvarmadan istifadə olunur. Növbəti dəmyədir. Dəmyə odur ki, suvarmaya, yəni əlavə bir süni suvarmaya ehtiyac olmur. Həmin deyək bitki, yəni taxıl əkilən yeri atmosfer yağıntıları suvarır. Bizim Azərbaycanda da var bu, dağətəyi ərazilərdə bu haqda əlbəttə ki danışacağıq. İndi müəllimə keçirəm sahə olaraq inkişaf etdirilən sahələrdən. Məsəl üçün arıçılıq. Arıçılıq daha çox subak alp çəmənlərinin olduğu ərazilərdə inkişaf etdirilir. Subak və alp çəmənlərinin olduğu ərazilərdə arıçılıq inkişaf etdirilir nisbətən yüksək dağlıq ərazilərdə. Bir
Bir də var donuzçuluq. Donuzçuluq bilirsiniz ki, müsəlman ölkələrdə, yəni dinimizlə əlaqədar olaraq ümumiyyətlə inkişaf etdirilmir. Donuz fermalarına görə xüsusilə Çin fərqlənir. Həmçinin Avropa ölkələrində də donuz fermaları var. Bu sahə donuzlar elə bil ki, şəkər çuğundurunun qalıqları ilə qidalanır. Bax, yadınızda saxlayın. Şəkər çuğundurunun donuzlar qalıqları ilə qidalanır. Yəni harda şəkər çuğunduru varsa, orada donuzçuluq inkişaf etdirilib. Əlavə olaraq da biz bayaq dedik ki, şəkər çuğunduru daha çox Avropa ölkələrində inkişaf etdirilib. Bu da bizim elə bil ki, nəyimizdir? Yəni ümumi səciyyəsini verdim. İndi daha necə deyərlər, daha dərindən gedək. Təsərrüfatın, yəni kənd təsərrüfatının 2 tipi var. Biri əmtəlikdir, digəri istehlakdır. Bax, əmtəlik yadınızda saxlayın. Əmtəlik odur ki, inkişaf etmiş ölkələrdə elə bil ki, inkişaf etdirilir və bu ölkələrdə əmtəlik satış üçün nəzərdə tutulur. Bax, satış üçün nəzərdə tutulur, əmtəlikdir və satış üçün nəzərdə tutulur, əmtəlikdir. Əlavə olaraq da burada intensiv təsərrüfatdır. İndi gəlin müəllimə intensivdən ekstensivi izah edim. Əgər siz müəyyən ərazidə məhsuldarlığı artırmaq istəyirsiniz, məhsuldarlığı. Mən deyirəm ki, məhsuldarlığı artırmaq üçün daha çox ərazidə məhsul əkməlisən. Bu ekstensivdir, ekstensiv. Bir də var, sən ora deyirsən ki, yox müəllimə, burada daha yaxşı sortlar əksək, daha yaxşı qulluq etsək, daha yaxşı vasitələrdən istifadə etsək, məhsuldarlıq artar. Bu artıq intensiv olur. İnkişaf etmiş ölkələrdə intensivdir, inkişaf etməkdə olan ölkələrdə isə ekstensivdir. İndi növbəti gedirəm əmtəlikdən sonra istehlak. İstehlakda budur ki, gənclər, istehlak olunur da, yəni özün istifadəsi üçün istifadə olunur. Bu da daha çox inkişaf etməkdə olan ölkələrdir. İndi burada elə bir nə var? GMO, bir də ki, yaşıl inqilab məsələsi. Demək gənclər, GMO odur ki, genetik modifikasiya olunma, genetik modifikasiya olunma. Son dövrlərdə bu əkinçiliyin 2 cür inkişafı var. Yəni bütün sahələrin, xüsusilə də əkinçiliyin 2 cür inkişafı var. Biri GMO-lu, bir də ki, orqanik əkinçilik. Görürsüz burada GMO məhsulları istehsal edən ölkələr var. Bu cəmidir. Görürsüz, inkişaf etmiş ölkələrdə nisbətən azalır, amma GMO məhsulları inkişaf etməkdə olan ölkələrdə isə çoxalır. GMO genetik modifikasiya olunmadı. Yəni müəyyən dərmanlardan filan istifadə edirlər tərəvəzlərdə. Bu da onların başqa bir əraziyə daşınmasının uzun müddət bir yerdən başqa yerə daşınması üçün əlverişli şərait yaradır və belə deyək də, Azərbaycanda isə vəziyyət belə. Elə bil ki, Avropa ölkələrində sən marketə girsən, GMO məhsulu göstərilir ki, bu GMO məhsuludur, bu orqanikdir. Məsəl üçün deyirəm, orqanik məhsulun 1 kilosu tutalım $5-dırsa, GMO-nun 1 kilosu $1-dır. Yəni kəskin 5-6 dəfəyə qədər ciddi nə var? Fərq var. Və orqanik nədir? Orqanik odur ki, heç bir preparatdan, heç bir pestisitdən istifadə etmədən əkinçiliyin, yəni həmin məhsulun əkilib becərilməsidir və Azərbaycana qayıdaq. Azərbaycanda vəziyyət belədir ki, gənclər, Azərbaycanda xüsusi bir nə yoxdur ki, tutalım, bu GMO-ludur, bu GMO-suzdur. Yəni belə bir problem var. Yəni Azərbaycanda gen mühəndisliyi sahəsi yoxdur. Ona görə də biz bilmirik ki, yediyimiz məhsul GMO-ludur yoxsa GMO-suzdur. Amma Avropanın əksər ölkəsində bu var. Bilirsən ki, məsəl üçün sən $5 verəcəksən və GMO-suz məhsul alacaqsan. Amma bu Azərbaycandadır. Amma dünyada belədir ki, sən $5 verirsənsə, bilirsən ki, 100% şəkildə sən GMO-suz məhsul əldə edəcəksən. Düşünürəm ki, fikirlərim sizə aydın oldu.
İndi keçirəm gənclər digər bir hissəyə. Bir-bir müəllimə coğrafiyasından danışacağam. Fikir verin, buğda. Bilirsiniz ki, buğda dünyanın əsas qidasıdır. Çörəyimizin əsas başlıca, necə deyərlər, xam malıdır. Gəlin baxaq buğda əkən ölkələr. İlk növbədə deyəcəm ki, müəllimə, bərk buğda var, bir də ki, yumşaq buğda var. Yumşaq buğda elə bil ki, bərk buğdanın vətəni Efiopiyadır. Baxın, Efiopiya. Efiopiya. Burada qeyd olunmayıb, amma deyəsən dərslikdə olmalıdır. İstəsəz qeyd eləyin. Yumşaq buğdanın vətəni Qafqaz. Yumşaq buğdanın vətəni Qafqaz. Qafqaz. Bərk buğdanın vətəni isə Efiopiyadır. Efiopiyadır. Bunu da bildik. Yine diqqətlə baxın. Buğda ən çox Hindistandır, Çindir, Braziliyadır, ABŞ-dır. Sonra gəlir çox bütün Avropa ölkələri, Rusiya, Avstraliya, Argentina, Meksika. Bunlar çoxdur. Digərləri isə ortadır. Gördüyünüz kimi Afrikada nə çoxdur, nə ortadır. Yəni çox azdır da, 0,1-dən də azdır. Biraz Şimali Afrika ölkələri azdırsa fərqlənir. Onu da biz demişdik ki, Şimali Afrika ölkələri niyə fərqlənir? Çünki Şimali Afrika ölkələri car istisna olmaqla Afrikanın digər ərazilərindən fərqlənir və belə deyək, Avropaya yaxınlığına görə nisbətən inkişaf etmişdir. İndi burada da fərqlənən ölkələr var. ABŞ-dır, Kanadadır, Argentina, Uruqvay və gənclər. Buğda daha çox biz keçmişdik biosferdən qara torpaqlar. Bax, daha çox qara torpaqlarda becərilir buğda. Bunu yadınızda saxlayın. Buğda daha çox qara torpaqlarda becərilir. Belə. Buğdadan sonra keçirik kakao. Baxın, kakao istehsalına görə fərqlənən ölkələr. Kakao biz demişdik ki, becərilməsi üçün fəal temperaturlar cəmi hardasa 4000-8000 dərəcəyə bərabər olmalıdır. Gəlin diqqətlə baxaq kakaoya görə fərqlənən ölkələr. Meksikadır, Venezueladır, sonra Côte d'Ivoire, Qana, Nigeriya, Kamerun kimi ölkələrdir. Bunlar kakaoya görə fərqlənir və gördüyünüz kimi kakaonun yetişməsi üçün fəal temperaturları çox olmalıdır. Sonra gəlirik çəltik. Çəltik, bax, elə bil ki, Asiyada əkilib, Asiyada necə deyərlər, istehlak olunur. Yəni orada da istifadə olunur. Bayaq dediyim, yəni səbəb ondan ibarətdir ki, bu ölkələrdə əhali çoxdur, xüsusilə Çin, Hindistan kimi ölkələrdə və onun becərilməsi üçün də şərait var, ona söz yox. Amma burada əhali çoxdur. Əhali buğda da, yəni çəltik daha doğrusu, düyü də elə bir şeydir ki, insanı uzun müddət tox saxlayır və bu ölkələrdə əhali çox olduğu üçün daha çox bu şəkildə çəltikdən, yəni qida rasionunun əsasını çəltik təşkil edir. Əslində onlar belə məntiqdən fikirləşəndə çəltik istisna olmaqla necə deyərlər, daha belə deyək də sağlıqlı qidalanırlar o ölkələr. Bu bitdi. Çəltikdən Çindir, Yaponiyadır, bax Malayziyadır. Daha çox Cənub-Şərqi Asiya ölkələri fərqlənir. İndi müəllimə danışacağam. Məsəl üçün əlavə olaraq da bayaq dediyim şəkər çuğunduru mülayim enliklərdə əkilir. Məsələn, qarğıdalı vətəni Amerikadır. Sonra müxtəlif lifli bitkilər var. Kənafdır, pambıqdır. Pambıq daha çox tropik, subtropik ərazilərdə yetişdirilir və pambıq elə bil ki, əmək tutumluluğuna görə digər sahələrdən fərqlənir. İndi müəllimə keçirəm heyvandarlığa. Baxın, burada südlük heyvandarlıq var, bir də ki, ətlik heyvandarlıq var. İndi fərqlənən yerlərdə deyəcəm. Südlük heyvandarlıq, fikir verin, daha çox yaşıl ot və silos yeyir. Yəni harda
belə deyək də, meşəlik ərazilər, yaşıllıq çox olan yerlər var. Orada südlük heyvandarlıq inkişaf edir. Demək, südlük heyvandarlıq, yaşıl ot, silos. İndi keçirəm ətlik. Ətlik heyvandarlıq isə daha çox quru ot və saman yeyir və quru ot və saman olan ərazilərdə, yəni subtropik ərazilərdə və sairə xüsusilə ətlik heyvandarlıq inkişaf etmişdir. Və donuzçuluğu da dedim ki, donuzçuluğa görə daha çox xristian ölkələri fərqlənir. Bir də var ki, ən əsas məsələlərdən biri balıqçılıq. Balıqçılıq da baxın burada gördüyünüz ölkələr var, gənclər. Çindir, Hindistandır, Koreyadır, Yaponiyadır. Bu ölkələrin əhalisinin qida rasionunun əsasını balıq təşkil edir. Balıq da yəni bizim də normal qida rasionumuzda əslində olmalıdır. Çünki balıq insan sağlamlığına müsbət təsir edən bir qidadır. Belə. Sadəcə müəllimə verirəm əkinçiliyə, yəni bitkiçilik, bir də ki heyvandarlıq. Gələn dərsdə nəqliyyatdan danışacağam. Çox az bir dərsdir. Sonra da elə iqtisadiyyat dediyim kimi ayın 15-dən sırf təkrara başlayacağıq. Orada yəni elə bir təkrarla paralel surətdə həm də müəllimə keçəcəm sizə Azərbaycanı. Təkrarla paralel Azərbaycanı az-az öyrənəcəyik. Belə. İndi keçək testlərə. Test vermişdim. Testi də mənə atmayanlar var. O atmayanlar zəhmət olmasa atsın. Bu birinci hissədir. Güvən. Mən həmişə bu testi itirirəm. Budur. Bu din coğrafiya. Hə, bu. Çox az qalmışdı səhv eləmirəmsə, hə gənclər? Bəli, müəllimə. Çox az qalmışdı. Neçə sual qalmış? Hə, Fatimə attın. Neçədə qalmışdı Nigar? 71-də qalmışdıq. Buyurunuz. Suallarınızı dinliyorum. 75 var məndə. 75. Bəli. 5'e kadar var mı gençler? Məndə də 75-dir. Aha. Demək 75. Deyir ki, Livanın İordaniya ilə oxşar, İraqla fərqli. Okay? Livan. Paytaxtı Beyrutdur. Aha. Deyir ki, Dünya okeanına birbaşa çıxışı var. Dünya okeanına birbaşa çıxışı var. Əslində bunların hamısının deyərdim ki, Dünya okeanına, yəni fərqli xüsusiyyət olaraq deyə bilmərəm. Aralıq dənizi sahildə yerləşir, bəli, amma İordaniya ilə oxşar deyil. Unitardır. Unitar inzibati ərazi qrupu. Yox, bu da səhvdir. Afro-Asiya dəlaləsinə aiddir. Hamısı. İnkişaf etmiş ölkəli, hə, bax Livanda İordaniyada İsraillə sərhəddir. Amma İraqın İsraillə sərhəddi yoxdur. Elə Y bəndə olur bax. Bəli. Livanda, İordaniyada bunu yadınızda saxlayın. Bu tiplər çox düşür. Livanda, İordaniyanın da istəsiz qeyd də yaza bilərsiniz dəftərinizə. Livan və İordaniya. İsraillə sərhəddir. İraq isə yox. Növbəti. 77 var məndə. Okay. Dünyada hazır sənaye məhsulları istehsalında baş verən dəyişikliklər. Müəlliməyə bax, hal-hazırda nədə də var da, xam mal əvəzinə hazır məhsullar daha çox inkişafı artıb. Bax, düz mütənasibdir. Yəni zaman keçdikcə daha çox hazır məhsul, xam mal əvəzinə hazır məhsulun nəyi çoxalır? 78. 78. Xarici ticarətin strukturunda mineral xam malların, bunda isə azalma dəsim.
Yəni hazır məhsul artır Mhm. iqtisadiyyatda, amma bu xam mal azalır. Bəli. Next. 79. 80 var məndə də sonra. 79. 79'da cədvəldir. Burada deyir birinci sektor, ikinci sektor. Birinci sektor, ikinci sektor məsələsi harda var? Əlbəttə ki, istehsal, maddi istehsalda var. Birinci sektor, ikinci sektor. Ya B-ni götürəcəm, ya C-ni götürəcəm. Bu tərəfdə yoxdur. İndi baxaq. 1-dirsə, bu da 2 olacaq. İkinci sektor olacaq. 3 neftin çıxarılması nəyə aiddir? Əlbəttə ki, hasilata aiddir. Ehem istehsalı maşın qayırmaya aiddir. Kimyaya gübrə aiddir. Kənd təsərrüfatına da əkinçilik. B bəndi. Aha. İndi buna keçək. Demişdik ki, ÜMM. Ümumi milli məhsul 2 hissədən ibarət idi. Ölkə daxilində ölkəyə məxsus şirkət. Bir də ki, ölkə daxilində xarici şirkət. Ümumi daxili məhsul isə 2 hissəyə bölünürdü. Ölkə daxilində ölkə şirkəti. Bir də bax yazıram ölkə şirkəti daxildə. Bir də xarici şirkət. Xarici şirkət, xarici şirkət. Bu isə ölkə şirkəti, yəni ölkə daxilində, da ölkə daxili yazmadım, siz yaza bilərsiniz. Bir də ki, yazıram X nöqtə ölkə şirkəti, yəni xaricdəki ölkə şirkəti. Bax, bunu belə yazın. İndi mən heç məsələni bilmirəm. Sadəcə ümumi, üdümü məsələlərini. İndi işləyəcəyimiz sınağın birincisi həmin formada olacaq. Yəni tam birincisində həmin sualdan istifadə olunacaq. Ümumi belə bir sualdır. Yenə deyirəm gənclər, bax bizim əsas bu tip məsələləri həll edərkən ən əsas məsələmiz bilirsiniz nədir? Bunun mənasını anlamaq. Mənasını anlamaqdır. Baxın. Ümumilli məhsul. Ölkə daxilində ölkəyə məxsus şirkət. Bir də ki, xaricdəki ölkə şirkəti. ÜDM-da isə ölkə daxilində ölkə şirkəti, bir də ki, xarici şirkət. Başa düşdüyüm qədər yazdım. İndi deyir, ÜMM-nın dəyəri 80 milyarddır. 80 milyarddır. ÜDM-nın da 140 milyarddır. 140 milyarddır. Deyir ki, ÜDM-nın ümuminin 30% ölkə xaricində olan ÜDM-nın ümumi dəyərləri ümuminin deyir 30% xaricdə olarsa, xaricdə, ölkə xaricindədir. Demək, xaricdəki ölkə şirkətidir. 80-i vururam 30-a, edir 3 dəfə 8, 24. Edir bu 24. Demək, xaricdəki payı ölkə şirkətlərinin nə qədərdir? 24. İndi ölkənin daxildəki şirkətini tapmaq üçün 80-dən çıxıram 24-ü. Edir 6, 6. 7-dən də 2 edir 5. 56. Demək, bax əzizim, bunu tapdım. İndi nə deyirik? Ölkə şirkəti hər ikisi üçün ortaqdır. Bax, 56-nı bura yazıram. 140-dan da 56-nı çıxanda bir dəqiqə, nə səhv elədim. Ümuminin 30% deyir. Ölkə xaricində olarsa 24. Müəllimə, 100%-dən 30%-ni çıxarıq, qalar 70%, elə olar. Bir dəqiqə. Bax, ümuminin ümumi dəyəri 80-dir dedim. ÜDM-da da 140-dır. Deyir, ÜMM-nın 30%-i ölkə xaricindədir. Ümuminin 30%-i ölkə xaricindədir. İndi 70-dən edəndə yenə 56 olur. Hə, faizini hesab. Dayan. Yo.
problem yoxdur. Düz eləmişik. Sadəcə bizə faizdən soruşur. Nədən soruşmur? İndi 140-dan çıxıram 56-nı, edir 84. Oldumu? Bax 84 xarici şirkətlərdir. Xarici şirkətlərin üdümüdə payıdır. İndi deyir faizini hesablayın. 140-da 140 milyard dollar 100%-dirsə 84x olur. Sadəcə faizi soruşur. 84x. 84'ü vururam 100'e 60. bölürəm 140'a. Ay sağ ol. 60. X də bərabərdir 60 olur. Bax, mənim nə etməyimin səbəbi nə idi? Faizi görmədim. Elə bildim sadəcə milyarddan soruşur. Gəlin təzədən izah edeyim müəlliməciyini sizə. Demək, burada bu qəbula, yəni görmədiyim il yoxdur. Plus sizə işlədəcəyim sınaq var, təkrarda. Bax, birinci testdə bundan var. Ona görə gəlin diqqətlə dinləyək. Bax, deyir ki, ümumilli məhsulun dəyəri 80 milyarddır, ÜDM-nın dəyəri isə 140 milyarddır. Ümumilli məhsulun 30% ölkə xaricində olarsa, xarici şirkətlərin ÜDM-də payını hesablayın. Və gənclər, müəllimə sizdən xahiş edirəm, bu tip məsələlərdə mütləq bu yazdığımı yazın. İndi sizə necə rahatdırsa o şəkildə yazın. Bax, yazmışam ümumilli məhsul. Ölkə daxilində ölkə şirkəti, burada ölkə şirkəti yazmışam. Bir də ki, xaricdə ölkə şirkəti. ÜDM isə ölkə daxilində ölkə şirkəti və xarici şirkətlər. Xarici şirkətlər. Baxın, yazdım, ümumilli məhsul 80-dır və bunun 30% xarici şirkətdir. 80-ın 30%-ni tapdım. Elədi 24 və ölkənin daxilində ölkəyə məxsus olan şirkətləri tapdım. 80-dən 24 çıxdım 56. İndi keçək ÜDM-ya. ÜDM 140-dır. 56 ölkə şirkətidir. Xarici şirkətlər isə 84 milyarddır. Bizdən isə soruşur ki, ÜDM-dakı xarici şirkətlərin payı faizdən. Demək 140, yəni ümumi rəqəm 100%-dir. 84 isə, baxın, 84 xarici şirkətlər X. X-i də tapırıq edir 60. 60 da olur A bəndi. Belə. Bildim. Növbəti. 83. Burada Braziliya, bir də ki Hindistan verilib. Deyir ki, ümumi olan cəhətlər. Bax, savanna və seyrək meşələr hər ikisində var. Deyir, iyun, iyul, avqustda su varmaya ehtiyac var. Braziliyada iyun, iyul, avqustda yox, sentyabr, oktyabr, daha doğrusu noyabr, dekabr, yanvarda ehtiyac var. Niyə? Daha doğrusu dekabr, yanvar, fevralda ehtiyac var. Çünki burada yayda yağıntı yağır, bizim yayımızda da belə deyək. Qışda isə quraq keçir ona görə. Amma Braziliyada isə əksinə. Elə bil ki, cənuba düşdüyü üçün əksi olur. Bu biri götürdüm. İkini götürmədim. Deyir, məhsuldar torpaqların geniş yayılması əkinçiliyin inkişafına. Bəli, dedik burada əkinçilik var. Aqroiqlim ehtiyatları zəifdir. İraq olsun, kifayət qədər üstünlük alır. Bayaq müəllimə göstərdimi? Temperatur 4000-8000 dərəcəyə bərabərdir. Arid iqlim şəraiti. Arid yox, burada humiddir. Fəal temperaturlar cəminin orta illik miqdarı çoxdur. Bayaq biz neynədik? Bunu, bax bura. İndi mən WhatsApp-ı tapa bilməyəcəm. Aha. Qrupa daxil olaq. Bax, görürsən buradan. Sizin qrupdur. Diqqətlə baxın. Aha, bura baxın. Braziliya, Hindistan nə qədərdir? 8000 dərəcədən yüksəkdir. Demək, baxın, buradan belə bir nəticəyə gəlirik ki, burada fəal temperaturların orta illik miqdarı çoxdur. 1, 3 və 6. Növbəti. 87. Firuzə nə dedin? 87-ni bildim quzum. 86. Okey, bunu əzbərləməliyik.
Deyir inkişaf etmiş, yüksək inkişaf etmiş. ABŞ-da Kaliforniya, Almaniyanın cənubu. Almaniyanın cənubu düzdür. Cənubu deyir də, hə, şimal yox, cənubu deyir. Köhnə sənaye ABŞ-da appalaç, Rusiyada deyir vaxtilə ənənəvi sahələr üstünlük təşkil etmiş. İndi yüksək inkişaf etmiş. Əksinə, vaxtilə yüksək inkişaf etmiş, indi ənənəvi. Bax burada çaşdıra bilər. Aqrar, kənd təsərrüfatı düzdür. İtaliyanın cənubu düz, Fransanın qərbi, bir də var idi İspaniyanın mərkəzi. Bunları əzbərləməlisiniz qızlar, gənclər. Xahiş edirəm. Bax bu cədvəlin nəyini əzbər bilməlisiniz. Yeni mənimsənilən rayonlar ekstremal şəraitdir. Rusiyada Volqaboy dedim, İspaniyanın mərkəzi əkinçilikdir. Bu da olmur. Cavab olur 1-3. Əzbər. Əzbər. Sual düşmüşdü 2024 qəbula. Əlbəttə, sınaqların, qəbulların ən demiş axtarılan sualıdır. Bəli. Baxaq. Yenə üdümü, ümümü. Heç nə bilmirəm. Nəyi görürəmsə yazıram. Üdümü. Üdümü. Demək, bayaqki cədvəli yazıram. Üdümü də. Demək. Bunu ölkə şirkəti yazıram, bax. Bu da elə bil ki, xarici şirkətlər. Ölkə daxilində xarici şirkətlər. Ümumda isə ölkə şirkəti ölkə daxilində. Ölkəyə məxsus şirkət, ümumi. Bir də ki, xaricdəki ölkə şirkəti. Xaricdəki ölkə şirkəti. Ümumilli məhsul. Aha, deyir A ölkəsində üdümünün həcmi 450-dir. Demək, neynirəm qızlar, gənclər? 450 yazıram bura. Deyir, ümuminin ölkə xaricindəki dəyəri üdümünün 20%-nə bərabərdir. Yəni ölkə xaricindəki dəyəri, bax, bu üdüm nə deyir? Ümuminin ölkə xaricindəki dəyəri. Bax, bunu deyir. Üdümünün 20%-nə bərabərdir. Üdümünün 450-nin 20%-i də edir 90. Bax, bura 90 yazıram müəllimə. Nə görürəmsə yazıram. Ölkədə deyir, xarici şirkətlərin payı 180 milyarddır. Ölkədəki xarici şirkətlər. Ölkədəki xarici şirkətlərin payı. Elə bunu deyir, xarici şirkətlər 180-dirsə, bu da 450-dirsə, ölkənin ümuminin dəyərinin nə qədər olduğunu hesablayın. Hesablayaq. Bax, 450-dən 180-i çıxıram, edir 0, 70, 270 olur da, 3-dən biri çıxıram, edir 270. Demək, ölkənin daxilindəki ölkəyə məxsus şirkətlərin həcmi 270-dir. Ölkənin daxilindəki ölkəyə məxsus şirkətlərin həcmi 270-dir. Elə buradan tapdımı? Burada da eynidir. 270-i gətirəm, bura yazıram. 270-i gətirdim, burada yerinə yazdım. 270 bu, 90 da bu. Nə qədər olur? 360. Aydın oldu mu? Bəli. Okey. Əgər aydın oldusa 88-i yazın. Bunu qeyd Bir də edin. digərləri müəllimə. Aha. Demək, mən bayaqki qayda nədirsə onu yazdım. Üdümü bərabərdir. Ölkə şirkəti plus xarici şirkət, yəni 2 yerə bölündü. Ümumi da 2 yerə bölünür. Ölkə şirkəti plus xaricdəki ölkə şirkəti. Yerinə yazdım. Üdümü 450-dir, 450. Bir ümuminin ölkə xaricindəki dəyəri üdümünün 20%-nə bərabərdir. Bax, 450-nin 20%-ni tapdım, 90 yazdım. Bax, bura. Bu hissəyə yazdım. İndi deyir ki, ölkədə xarici şirkətlərin payı 180-dir. Xarici şirkətlər. Bax, 180. Bunu yerinə yazdım. Mən nəyi tapıram? Rahatlıqla ölkəyə məxsus, ölkənin daxilindəki ölkə şirkətlərini tapdım. 450-dən 180 çıxdım, elədi 270.
270 də gətirdim burada qoydum yerinə. 270-in üstünə 90 da gəldim, ümumilli məhsulu aldım. Rahatlıqla. Aha. Bunu qeyd eləyin. Qeyd elədiniz qızlar? Gənclər. Bəli müəllimə. Okay, o zaman müəllimə bunu keçək bu 88-ə. Sərbəst edin, mənə izah edəcəksiniz amma. Tapdım müəllimə. Tapdım müəllimə. Hı. Fatimə, tapa bildinmi özün? Xeyr müəllimə, indi iade eləyirəm. Hı. Uydurmanı istəyir bizdən məmnun. Heç müəllimə. Üdümünü bəli. Yox, üdümü də xarici şirkətlərin payını istəyir. Yazın. Üdümü. Üdümü. Aha. Nigar, necə etdin bizə izah elə? Deməli birinci 140 milyardın elə 140-ın 5%-ni tapdım, 140 milyardın. O da elədi 7 milyard. Bu deməli ondan sonra deməli bir dəqiqə 100 ümummilli məhsul 100 milyarddır. Ondan çıxdım 7 milyardın, qaldı 93 milyard. Bu xarici şirkətlərin sayıdır.
Sonra ümumi daxil məhsulda da xarici şirkətlər tavanda da 140 milyarddan xarici şirkətlər çıxdı. Yəni 93 milyard, o deyir 47 milyard. Olsun. Fatimə, səndə hansı hissədə problem var idi əzizim? Mən orada 140 yox, 100-ün 5%-ni tapmışdım. Görsən, ona görə yəqin nəsə problem olub. Diqqətlə bax hansını soruşur deyə. 89-da var problem. Məndə var. Okay. Deyir ki, əlavə bir məhsul vahidinin istehsalı üçün tələb olunan əlavə vəsait. Əlavə vəsait. Bu əlbəttə ki, nə olur? Son hədd xərclər. Bura A. Müəyyən bir yeni məhsulun istehsalına başladıqdan sonra əldə edilən üstünlük ya da gəlir. Əlbəttə ki, son hədd fayda. Texnoloji cəhətdən bir-biri ilə qarşılıqlı əlaqədə olan istehsal sahələrinin, proseslərin bir müəssisədə cəmləşməsi bu kombinləşmədir, deyil. Bir əmtənin və ya xidmətin əlavə miqdarının əldə edilməsi məqsədi ilə digərini müəyyən miqdarından imtina edilməsi bu alternativ seçimi mənə xatırlatdı. Ölkədə və ya iqtisadi rayonda və ya müəssisədə hər hansı bir məhsulun istehsalı və xidmət göstəricilərinin üstün inkişafı, bu da şeydir, ixtisaslaşma. Bu da uyğun gəlmir. D, A, B. Aydın oldu Firuzə? Təriflərə daha çox fikir ver. Yaxşı, əzizim? Mən çıxmıram. Aha, olar. Dəqiqən. Demək gənclər, indi biz keçirik dünya sənayesi. Dünya sənayesi. Ondan sonra bizdə nə qalır deyim də sizə? Əkinçilik filan qalır. Bunları ödəyəcəyik. Aha, getdik. Buyur Firuzə, dünya sənayesi 1. Deməli, bir dəqiqə böldüm. Ekvatorial meşələr hansı ölkələrdə daha sürətlə məhv edilir? Bəli, yəni necə deyim, daha çox məruz qalır da məhvə. Deyirəm, Bax, Misirdə ekvatorial meşənin nə işi var? Ərəbistanda da məsəl üçün olmaz ekvatorial meşə, sonra başqa Finlandiyada olmaz. Qalırıq A-dan C-nin arasında. İndi sən seç, harda olar? A-da olar da əzizim. Bax, Meksikada da ekvatorial meşə olmaz. Bayaq danışdıq. Braziliya, Kongo, bir də ki İndoneziya. Burada sürətlə insanlar məhv edilir. Məhv edir ekvatorial meşələri. İndi 2-ni oxu. emalatçı sənaye sahələri başlıca olaraq yerli xammala əsasən ölkələr. Emalatçı sahələrində başlıca olaraq Yəni demək istəyir ki, hansı ölkədə faydalı qazıntı var və istehsal sahəsini özünün almadan hardansa ondan istifadə edir. deməli, Səudiyyə Ərəbistanı, Yaponiya, İtaliya, Fransa, Niderlandlar, Rusiya, Avstraliya, Kanada, yox, Rusiya, Avstraliya, Kanada olarmı? Olasın, tamamilə doğrusan. Rusiya, Avstraliya, Kanada. 3-ə bax əzizim. Hasil edir. Bax, hasilat. Hasilat. Metallurgiya, maşın qarma, Dəqiq. Hasil. Neft ayırma nədir? Neft ayırmada
Yıllarım. Necə? Yıllarım. Yox, müəllimə bax. Burada sırf fasilədən deyir, ağac emalı, bu ucu emal ediciyə gedir. Burada olur D. Dağ mədən, neft çıxarma, bir də ki qaz çıxarma. Sırf hasilatla bağlıdır. Yadında saxla. İndi 4-ə bax əzizim. Tamam. Bugünkü dərsimizdir yəni. Mahsul dövrdə dünya neft hasilatının başlıca xüsusiyyəti. Deməli, deyir sonrasında neft Bir oxu variantları baxaq da necədir. neft hasilatının çox hissəsinin Qərbi Avropa ölkələrinin payına düşməsi, dənizdə neft çıxarılmasının Az, çünki Qərbi Avropada neft bir dənə şimal dənizindən çıxarılır. Bu getdi. Aha. dənizdə neft çıxarılmasının azalması, bu da olmaz. Əksinə, ay sağ ol, artır nisbətən. Sonra Sırf sonrasında neftin istismarının azalması, bu da olmaz diye düşünüyorum. əlbəttə olmaz. Neft hasilatının əsasən inkişaf etməkdə olan ölkələrdə cəmləşməsi. Bəli. Bu olar. Əlbəttə inkişaf etməkdə olan ölkələrdə də, inkişaf etmiş ölkələrdə yəni ümumiyyətlə yoxdur. Nə bilim, ərəb ölkələrində İlk cavab nə oldu müəllimə? Aycan, bax, gəl bax bura. 1A. Tamam. O billəri yaz. 2D, 3D, 4D. İndi 5'ə bax Firuzə. Yanacaq energetika sənayesinin gələcəkdə inkişafı əsaslanır. Kömür və maye yanacaq növlərinin istifadənin artması, yanacaq energetika birləşmə. Mövcud yanacaq mövzularının istismarına, neft və daş kömür hövzələrinin kəşfi və istismarına, Gələcək inkişafıdır. tükənməyən enerji növlərindən istifadə, energetika və kömür enerjisindən istifadənin artması, gələcək. Burada yəni ona aid mi götürür, yoxsa səbəbini mi? Yox, gələcək inkişafı necə olar sənin fikrincə? Burada əlbəttə ki, deməli dərsdə də ki, burada tükənməyən enerji növlərindən istifadə olunmalıdır gələcəkdə. Çünki niyə? Neft, qaz tükənir və gələcəkdə də əsas məqsəd olmalıdır ki, tükənməyən enerji növlərindən istifadə. Aydın oldu mu? Bəli, mən fikirləşdim. Yox. Yoxdur axı, olmayan şeyi necə artıra bilirsən? Yoxdur. Fatimə 6. Bəli. Dəzgah qayırma və traktor istehsalının yerləşməsində əsas amil metallurgiya mərkəzlərinə yaxınlıq, yüksək ixtisaslı kadrlar olmaz, B olmaz, enerji mənbələrinə yaxınlıq da olmaz, ucuz işçi qüvvəsinin olması, su ehtiyatlarının mövcudluğu, traktor istehsalının yerləşməsi deyəndə nə deyir ki, müəllimə? Yerləşdirilir də. Yəni traktor həmin istehsal yeri harda yerləşdirilir? Metallurgiya Xammala mərkəzlərinə yaxın, nə bilim nəyə yaxın. Bunu deyir. A olar da metallurgiyaya yaxın olar. Dəzgah qayırma traktor. Bəli, metallurgiya müəssisələrinə yaxın düzdür. 7. Əlvan metallurgiyanın yerləşməsində nəzərə alınan əsas xüsusiyyət əlvan metallurgiya, işçi qüvvəsinə ehtiyacın çox olması, suya ehtiyacın su yox, B olmaz, ətraf mühitin az çirklənməsi, nəzərə alınan əsas xüsusiyyət ucuz enerji mənbələrinə yaxın olması, elm mərkəzlərinə yaxınlıq. B, C olmaz.
yerləşməsi nəzərə alınan əsas xüsusiyyət. İstiqamətin olması, ucuz enerji mənbələrinə yaxınlıq olar. A da Əlbəttə ola dedik bilər. də. Bax, alüminium sahəsini filan hara yerləşdirirdik? Ya suya yaxın, ya enerjiyə yaxın, ya da ki, ikisinin arasında. Yəni bu şəkildə yerləşdirdik. Burada da D-yə uyğun gələcəkdir. Aha. Dağ mədən kimyası müəssisələrinin yerləşdirilməsi məqsədə uyğundur. Yerləşdirilməsi uyğundur. Dağ mədən deyirsə xammallarda, xammal mənbələrində. Baxın. Xam. Mədən, bəli, mədən nəyi? Düzdür. Amma 9. Mis, sink və istehsal edən müəssisələrin yüngül əlvan metallardan fərqli olaraq xammal bazasına meyl etməsi ilə əlaqədardır. Mis və sink istehsal edən müəssisələrin filizin tərkibində metalın az olması, filizin tərkibində metalın zəngin olması, mis və sinkin daşınmasının təhlükəli olması, saflaşdırmanın ekoloji cəhətdən sərfəli olması, ucuz enerjinin tələb olunması edən müəssisədə yüngül əlvan metallardan fərqli olaraq xammal bazasına meyl etməsi. Xammal bazası. Xammal deyirsə, yəqin ki, metalı az olar ki, ona görə ehtiyac duyur da əlavə xammala. Xammal bazasına meyl etməsi onunla əlaqədardır ki, əzizim. Çünki belə deyək də, filizin tərkibində metal azdır. Metal Ona azdır. görə onu daşımaq əlavə pul sərf etmək deməkdir də. Ona görə də həmin xammal mənbəyinə yaxın saflaşdırıb elə götürürlər ki, daşınma üçün əlavə pul sərf olunmasın. Ekoloji cəhətdən çirkli sənaye sahələri A-dan tikişi çıxaran, B-dən toxuculuğu çıxaran, C-dən ipəkçiliyi çıxaran, yüngülü də çıxaram da hər halda. D olar da neft, kimya, metallurgiya. Əlbəttə bunlar ən ekoloji cəhətdən ən çirklidir. Bu belə. Nigar 11. Yeni sənayesinin yerləşməsinə təsir edən əsas amillər xammal və su ehtiyatları. Xammal olar, amma su ehtiyatlarının əlaqəsi yoxdur. B-də xammal və istehlak. Bu olar, bir dənə o bilən oxuyum. C-də istehlak olar və ucuz yanacaq mənbələri yox. D-də xammal və enerji mənbələri. Xammal olar, enerji mənbəsi olmaz. C-də əmək ehtiyatları və enerji mənbələri. Burada deməli yeyinti sənayesinin yerləşməsinə enerji mənbəsi olar, əmək ehtiyatları da yox, olmaz bu. Enerji mənbəsi niyə olsun ki, yeyintini? Onda olursa. B variantı. Bəli. Bax, xammal, bayaq dediyim meyvə tərəvəz konservi. Bir də ki, məsələn, çörək bişirməni hara yaxın yerləşdirirlər? İstehlak rayonuna. Niyə? Çünki tez xarab olur. Bax, istehlak rayonu. Yəni bu iqtisadi testləri biraz testi də başa düşmək az da olsa lazımdır ki, həll etmək üçün. Buyur əzizim 12. Diqqətli fikirlər, heç yerə qaçmırıq biz. Deməli, elektrotexnika və cihazqayırma sənayesinin yerləşməsinin əsas xüsusiyyəti xammal mənbələrinə meyl etməsi. Elektrotexnika ilə cihazqayırma yox. Ucuz enerji mənbələrinə yaxın yerləşməsi. Sonra ixtisaslı kadrların cəmləşdiyi ərazilərdə meyl etməsi. İxtisaslı kadrların cəmləşdiyi. Sonra dağ mədən mərkəzlərinin yerləşməsi. Yox, dağ mədən olmaz. İri daş kömür yataqlarına iri daş kömürün əlaqəsi yoxdur. Burada C olar, ixtisaslı kadrların cəmləşdiyi ərazilərə meyl etməsi. Əlbəttə, bəli, bax, elektrotexnika deyirsən, texnika, texnologiya nə ilə bağlıdır? Təbii ki, onu ixtisas.
Nə bilim, dəmir-dümür bir şey versən, texnika, cihaz qayırma bunu necə inkişaf etdirəcəklər? Əlbəttə ki, bunun üçün əsas Bəli. ixtisaslı kadr lazımdır. 13-də yer kürəsində neft və təbii qaz ehtiyatlarının yerləşməsinə aid olmayan cəhəti müəyyən edin. Üzvü mənşəli ehtiyatlardır. Deməli, ehtiyatların yerləşməsinə aid olmayan yanacaq və kimya sənayesinin xammalıdırlar. Bəli. Ən çox inkişaf etmiş ölkələrdə yerləşirlər. Yox, bu səhvdir. Niyə? Çünki məsələn Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistan, Küveyt, Bəhreyn, bunlar inkişaf etməkdə olan ölkələrdir çünki. C variantı. Ay, sağ ol səni. Ən çox inkişaf etmişdə deyil də, dedik Bəli. inkişaf etməkdə olan ölkələrdə. 14-də bax əzizim. Mis qurşağının yerləşdiyi ərazi deyirsə, bura Mərkəzi Afrika. C variantı. Ay, sağ ol. Bir Ant dağlarında var, bir də Mərkəzi Afrikada var. 15. Regional siyasət adlanır. Kənd təsərrüfatının ekstensiv inkişafından intensiv yola keçmək üsulu. Yox. Məhsuldar qüvvələrin ərazidə səmərəli yerləşdirilməsi və əhalinin həyat səviyyəsini yüksəltmək üçün tədbir. Müəllimə, bunu keçmişik biz regional siyasət. Oxu biləcəksən. C. Sənayenin yüksək texnologiya hesabına məhsuldarlığını artırmaq tədbirləri. İnkişaf etmiş ölkələrdə əhalinin miqrasiyasına yönəldilmiş tədbirlər sistemi. Çirkli istehsalın yerləşdirilməsi siyasəti regional siyasət adlanır. Yəqin ki, burada region söhbəti gedirsə, ərazi ilə əlaqəli bir şey olar. B variantı. Ay, sağ ol səni. Yəni, hər hansı bir sual olanda bəzən iqtisadidə də "İnanın bunu kitabdan baxmışammı, necə olacaq, necə olmayacaq?" Buna fikir vermə. Kitabda daha konkretlik var. Necə deyim, məntiq şəkildə. Bax, məsəl üçün, bu dəqiqə açırsınız dəftərlərinizi qəşəng. Qırmızı varsa yanınızda yazırsınız. Regional siyasət tre, bu tərif. Yazın. Bitirəndə deyin ki, bitirdim. Belə. Bəli. Yazdım müəllimə. Bitirdim. Əlasınız. Firuzə, 16-ya bax əzizim. Deməli, adam başına düşən meşə ehtiyatlarıyla daha zəif təmin olunmuş ölkələr. Deməli, Belarus, Kamboca, Gabon, ABŞ, Meksika. Burada daha çox, yəni zəif olmaz deyə düşünürəm. Çünki kitabda da var idi. Zəifi soruşur. Zəif. Aha. Bax, məsələn, Gabonu çıxaram. Gabonda kifayət qədər meşə var. Zəif deyir bizə. Hindistan, Kongo, Angola, Yaponiya, Türkmənistan. Yox, Hindistanda azdır. Kongonu çıxarırıq. Sağ ol səni. Düz çıxdıq. C-yə bax əzizim. İran, İraq, Liviya, Braziliya, Meksika. Meksika. Yox, Meksikanı çıxmırıq. Burada Braziliyanı çıxarırıq. Əlbəttə Braziliya. Sonra D-yə bax. Azərbaycan, Qırğızstan, İsveç, Venezuela, Sudan.
Burada İsveç olmaz. Ay, sağ ol səni. İsveç'i də çıxdım. Elə cavab avtomatik Y qaldı. Adam başına olduğu üçün Hindistan, Liviya, Çin, Mərakeş, Meksika kimi ölkələrdir. 16'da Y. Qeyd edin qızlar. 17. Kimya sənayesinə aid olan xüsusiyyət. Deməli, yalnız liman şəhərlərində yerləşir. Yeni süni məhsullar istehsal edir. Xammal kimi metallurgiya məhsulundan istifadə edir. Bunlar yalnız qadın əməyindən istifadə edir. Bir də ki, ekoloji cəhətdən təmiz sahədir. D, Y olmaz. A da olmaz. C bir də bu. Xammal metallurgiya məhsulundan istifadə edir. Yox, bayaq dedik ki, süni məhsullardan istifadə edir. Onda B olur. Buyur. Ay, sağ ol səni. Bayaq kim danışdı da, Elşən danışdı ki, əsas məqsəd təbiini sünidən əvəz etmək. Deməli, 18 şərti yanacaq vahidi adlanır. Yandırılan 8000 kalori istilik veren bir oldu. Burada birincide yani sonlarına yakın 2'də neft, 3'də torf, 4'də daş kömür, D-də. Y-də də təbii qaz. Hansı olar? işte yine onun yok B yok D. Əlbəttə D. Bunu əzbər yadımızda saxlayırıq demişdik. 7000 kilokalori istilik ayrılır 1 kiloqram daş kömür yandırılarkən və bu da şərti yanacaq vahidi olaraq qəbul olunur. 19'a bax əzizim. Məhsulun maya dəyəri hesab olunur. Məhsul vahidinin istehsalına və daşınmasına sərf olunan xərc maya deyil. Hətta bu olar. Ay, sağ ol səni. İstehsalına, bir də ki, daşınmasına sərf olunan o diri mayasını çıxartmaq, mayasını çıxartdım filan. Bax, orada meydana gəlir. 20'ye bax əzizim. Kağız istehsalına görə fərqlənən ölkələr. Bax, kağız uca kimyəvi emaldır. Buradan belə neyniyirəm? Kağız. Həm meşəsi olmalıdır, düşünürəm ki, həm də inkişaf etmiş olmalıdır deyək. A variantından Livya olmaz. Sağ ol səni. Olmaz, meşəsi yoxdur. B'den Misir olmayan. Misir, Çıxdım. Kanada, Türkiye, Rusya. Sideylen. İnsanlık Rusya olmaz. Əslində olar, buradan Türkiyə olmaz. Türkiye. Neden? Meksika, Portugalya, ABŞ. Sideylen. Elə Meksikanı çıxarım. Meşəsi yoxdur. Cavab avtomatik. Portugalya'ya göre kalmıştım. Portuqaliyanı da Yani çıxarım. Bilər. Burada Cod yarpaqlı həmişə yaşıl meşə və kolluqlar var. Finlandiya, Kanada, bir də ki İsveç. Finlandiya, Kanada, İsveç. Davam edək. Fatimədəyik də növbə. Buyur Fatimə. Aha, bir dəqiqə bunu yazım önünə. Yaz əzizim. 21. Daş kömür hasilatı və metallurgiya sənayesinin inkişaf etdiyi ölkələr. Daş kömürlə metallurgiya
Rusiya, Qazaxıstan, Özbəkistandısa əgər, Qazaxıstanı çıxaram burdan. Sonra Rusiya, Ukrayna, Moldova deyirsə, Moldovanı çıxarıq da, orada daş kömür olmaz. Sonra Ukrayna, Belarus, Tacikistanla Tacikistanı çıxaram. Əlbəttə çıxdım. Tacikistanda yoxdur. Moldovanı çıxıram, Özbəkistanı çıxıram, sonra Hı -hı. bir də Bizdə harda daş çıxdım? kömür var axı müəllimə. Da var. Yoxdur. Daş kömür heç demişik biz. Hı. Deməmişik əslində. Demək, burada nə olur? C. Rusiya, Rusiya, Ukrayna, Ukrayna, Qazaxıstan. Qazaxıstan. Ən böyük daş kömür yataqları burdadır. 22. Hasilat sənayesinə daxil olan sahələr, hasilat sənayesi təbii qazın çıxarılması, ticarət rabitə olmaz, dağ mədən, yüngül yeyinti olmaz, bir də neft çıxarma. Neçə oldu? 1, 3, 5. A. Hasilat. Bəli. Tamamilə doğru. Dağ mədən, neft çıxarma. Əlasan. Dünyada avtomobil istehsalına görə fərqlənən ölkələr, Avtomobil. avtomobil istehsalına görə inkişaf etmiş ölkələr Əlbəttə. donanımda Faiz daxil. qədər inkişaf etməlidir hem də. Yaponiya, ABŞ, Almaniya, İtaliya olar onda. Ay sağ olsun. Bu. 24. Qabarma elektrik stansiyalarına malik ölkələr, bunun üçün də dənizi, yəni sahili olan ölkələri seçmək lazımdır. Kanada, elə ən başından demişdik ki, o var. Kanada olmayan variantları çıxaram onda. Burada Müəllimə bax, inkişaf etmiş olmalıdır ki, nisbətən. Çünki o sistemi, qabarma sistemini yarada bilsin. Əlavə olaraq da necə olmalıdır? dənizi, suyu olmalıdır da. Bəli. Ki, onda inkişaf etmiş deyirsə, Sudanı çıxaram. Sonra buradan Qazaxıstanı çıxaram. Hı. Buradan da ki, Albaniya inkişaf etmişə daxildir müəllimə. Yox. Buradan da onu çıxsam, elə bir variantı qalır. Əlbəttə, ABŞ, Kanada, Rusiya xüsusilə fərqlənirlər həm də qabarma elektrik stansiyalarına görə. 25-ə bax əzizim. Elektrik enerjisi istehsalında ASES-lərin payı nisbətən çox olan ölkələr, burada da inkişaf etmiş ölkələr olacaq. Bəli. Həm də ki, ASES-lər. uran AES. ASES yox. AES, hə, AES. Hı. Birincidən Çilini çıxaram, inkişaf etmiş deyil. İkincidən Nepalı çıxsam, Hı. üçüncüdə Vyetnamı çıxaram. Hı. Dördüncüdə də Liberiya inkişaf etmiş olmaz da, D olar. Ay sağ olsun. Hı. 26 Nigar. Qərbi Avropada daş kömür hasilatının azalmasının əsas səbəbi deməli daşınma xərclərinin böyük olması, xammala tələbatın azalması, yox, yəqin ki, kəskin təbii şərait, xammal ehtiyatlarının dərində yerləşməsi, ixtisaslı işçi qüvvəsinin çatışmaması, xammala tələbatın olmaması, xammala tələbat yox, onlar niyə olmur ki? Sonra D variantını oxuya bilərəm müəllimə. Biraz yuxarı gəldik.
Məndə niyə görsənmir? Hə, indi görsənmir. Qara metallurgiyanın zəif inkişafı, dağlıq relyefin üstün olması, xammal ehtiyatlarının tükənməsi, ixal olunan kömürün ucuz başa gəlməsi. Bir dəqiqə sualımda nə deyildi? Qərbi Avropada daş kömür hasilatının azalmasının səbəbi. Azalmasının səbəbi olar xammal ehtiyatlarının tükənməsi, ixal olunan Əlbəttə, kömür. əlbəttə. Yəni onlara özlərinin xammal ehtiyatı tükənib və Bəli. onlara ucuz hardansa ixtixal etmək, almaq daha yaxşıdır. Daha sərfəlidir. 27. 27. Qərbi Avropada bəzi yataqlarda dəmir filizi hasilatının dayandırılmasının səbəbi sərt təbii şəraitin hasilatı çətinləşdirməsi. Məncə sərt təbii şərait olmaz Qərbi Avropada. Sonra hasilat ərazilərində ekoloji vəziyyətin yaxşılaşması. Yaxşılaşırsa niyə dayandırılsın ki? Səbəb olmaz. C. Hasilat texnologiyasının zəif inkişaf etməsi. Sonra ithal olunan filizin ucuz başa gəlməsi. Hasilat olunan filizin keyfiyyətinin aşağı olması. Qərbi Avropada bəzi yataqlarda dəmir filizi hasilatının dayandırılmasının səbəbi. Müəllimə, Bayaq Deyil. dediyimiz əslində. Əlbəttədir, ixal olunan filizin ucuz başa gəlməsidir. sonra 28. Oduncaq ehtiyatlarına görə fərqlənən ölkələr. Oduncaq ehtiyat, yəni ki, inkişaf eləmiş ölkələr oralarda bunlar. Oduncaq deyir. Oduncaq. İnkişaf etmiş Etmiş. ölkədə. Müəllimə bax bir dəqiqə. Bəli. İnkişaf etmiş ölkə oduncağı nəsə emal edir, kağız falan halına salır. Amma inkişaf etmiş ölkə oduncağı olduğu kimi qırıb meşəni satır. Bəli. Çünki şey yoxdur, avadanlıq yoxdur, pul yoxdur. Deməli, A-da Konqo, ABŞ, Hindistan, Qazaxıstan. Burada Qazaxıstanı çıxıram, bir də Konqonu da çıxıram. Konqonu çıxmamı, Qazaxıstanı çıx. B-də İsveç, Çin, Niderland, Böyük Britaniya. B-də Çini çıxaram. Təbii ki də. C-də ABŞ, Rusiya, Kanada, Braziliya. Burada heç nə çıxmıram, qalır elə. D-də də İranı çıxaram. Sonra or tərəfdə də İraqı çıxaram. Əlbəttə İran, İraq. Nə gəzir orada meşə. C variantı. Sonra 29. Yanacaq energetika sənayesi beynəlxalq ixtisaslaşma sahəsi olan inkişaf etməkdə olan ölkələrdə. Nə başa düşmədim. Yanacaq energetika sənayesi beynəlxalq ixtisaslaşma sahəsi olan inkişaf etməkdə olan ölkələr Hindistan, Çin, Avstraliya. Bax, dünyada həmin ölkənin adı gələndə yanacaq sənayesi ağlına gəlsin. Amma bu ölkələrdə inkişaf etməkdə olan ölkə olsun. Aha, Nə demək istəyir bizə? bəli. Onda inkişaf etməkdə olan ölkə deyirsə, məsələn, A-da Hindistanı çıxaram, Avstraliya. Hindistan inkişaf etməkdə olan ölkədir, Avstraliyanı çıxaq. B-də deməli Braziliya, Niderland, Fransa. Burada Fransa, elə bunun hamısını çıxaram. Yox, Niderlanddan Fransanı çıx. Braziliya inkişaf eləməyib müəllimə. Yox, əzizim, o inkişaf etməkdə olan yadından çıxıb. Bax, təkrar elə onu oldu əzizim. Bəli müəllimə. Sonra C-də Küveyt, Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistan. Hə, bunlar inkişaf etməkdə olan ölkədir hər üçü də. Onu götürəcəm bunlara. Neft, qaz da ərəb ölkələri deyəndə ağlımıza ilk neft, qaz gəlir. Hı. Sonra 30. Qara metallurgiya sənayesi yerli xammala əsaslanan ölkələr. Deməli, belə deyirsə, qara metallurgiya Ukrayna götürərəm. Metalı olsun, ay sağ ol. Sonra bir olmayanlar çıxıram. C ilə D gedir. Fransada yoxdur metal. Ona görə çıxaram. 2 olmayanlar da gedəndə AC getdi. B-Y qalır. Niderland, Qazaxıstan. Qazaxıstanın vardı metalı. Bir Var.
Onda bir də 5 Kanada bir variant. Niderland da Avropa ölkəsidir. Kasıb ötesi bir şeydir. Bəli. Deməli qızlar, zəhmət olmasa qrupa da yazın. Dünya sənayesindən biz qaldıq 30-da. 30-dan 186 testi də 30-dan 100-ə qədər götürün, 70 dənə test. Əsas dərsi mükəmməl öyrənin. Bir də ki, məsəl üçün bugün səndə kim Nigar oldu, inkişaf etmiş, etməkdə olan qrupları yadından çıxartdın. Bax onu Bəli. qəşəng gedirsən, təkrar eləyirsən. Yəni harda görsən ki, necə deyərlər, zəifliyini gördün, gedirsən onu təkrar edirsən. Yaxşı, elə qızlara aiddir. Onu təkrar edirsən, bir də ki, bu nəyi qəşəng öyrənin. Heyvandarlıq, bitkiçilik, əkinçilik. Onun testlərində işləyəcək inşallah. Belə qızlar, sağ olun. İnşallah həftənin 3-cü günü görüşərik. Sağ olun. Sağ olun müəllimə. Sağ olun. Sağ olun.